son vaxtlar yayılan virus nədir? Kimə baxırsan xəstələnib. Hələ havalar belə kəskin soymayıb, qar yox, yağış yox, boran yox, fırtına yox. Kimə baxırsan asqırır, öskürür. Nə oldu, nə yayıldı, nə xəbərdir? Araşdırmışıq məsələni. Baxaq. Bu dəqiqə Bakının 80% belə bu gündədir də. Koronavirüs infeksiyasından sonra insanlarda bir pandemiya fobiyası, bir qorxusu olduğuna görə yenə görən belə bir infeksiya baş qaldıracaq deyə fikirləşirlər. Son günlər küçədə, ictimai nəqliyyatda və hətta iş yerlərində eyni mənzərə ilə rastlaşmaq olur. Öskürən, boğazından şikayətlənən insanlar. Vətəndaşların dediyinə görə bu dəfəki xəstəlik adı soyuq dəymədən daha uzun çəkir və bəzən insanı günlərlə yatağa salır. Boğaz ağrısı, qızdırma, ən çox məndə belə oldu. Bu yaxınlarda oldu. Neçə müddət davam elədi? Yəni uzun müddət çəkdi? Hə, uzun müddət çəkdi. Öskürək də var idi. Antibiotik falan, iynə belə şey eləyəndən sonra keçdi də. Normal qripdən fərqlidir də, belə deyim sizə. Burun tutması, burun axması, belə halsızlıq. Bu dəqiqə Bakının 80% belə bu gündədir də. Mənim anam xəstələndi, bir ay müalicə götürdü də, yaşlı adamdır. Qayıblar, zadlar çoxalır, tələbələr iştirak edə bilmir dərslərdə. Yaxınlarımdan olubdur, məsələn, ayda çıxın olub, həftələrlə çıxın olub. Bəs bu mövsümi qripdir, yoxsa yeni bir virus yayılıb? Adi qrip əlamətidir. Biz buna həmişə fəsli qrip deyirik. Yəni fəsillə əlaqədar olaraq havalar soyuyur, immun sistem müəyyən qədər zəifləyir və bununla əlaqədar da insanlarda qrip virusları insanlar arasında artır, çoxalır və koronavirus infeksiyasından sonra insanlarda bir pandemiya fobiyası, bir qorxusu olduğuna görə yenə görən belə bir infeksiya baş qaldıracaq deyə fikirləşirlər, amma heç də elə deyil. Sizin narahat olmağa da bir əsas yoxdur. Həkimlərin tövsiyəsi isə sadədir. Bol maye qəbul etmək, istirahət etmək və immuniteti gücləndirən qidalarla qidalanmaq. Ən çox edilən səhv isə antibiotiklərin özbaşına istifadəsidir. İsidici mayelər, çaylar, dəmləmələr içmək, qarqaralar etmək, vitaminlə zəngin qidalarla qidalanmaq yetərlidir. Ancaq orta ağır və ağır formalarda temperatur nisbətən 2-3 günlük davam edən temperatur olur. Elə bir gün temperatur 37 yarıma qalxmamış antibiotik istifadə edirlər. Amma xüsusi hallarda infeksiyanistlərin xüsusi göstərişindən sonra apteklərdən, əczaxanalardan antibiotiklər buraxıla bilir. Öz başına antibiotiklərdən istifadə etməsinlər. Onların xeyrindən çox, daha çox zərəri var. Böyüklərlə yanaşı uşaqlar arasında da müraciətlərin sayı çoxalıb. Mövsümi virus infeksiyaları çox yayılıbdır və poliklinika müraciətlərinin sayı bu səbəbdən də artıbdır. Bu virusların əsasən simptomları demək olar ki, oxşardır. Yüksək hərarətdir, boğaz ağrısı, öskürək. Xüsusilə də vurğulamaq istəyirəm ki, öskürək uzun sürə bilər. Burada simptomatik müalicə gedir. Yəni bol maye qəbul etmək lazımdır. Hərarət salıcıları mütləq, xüsusilə də uşaqların çəkisinə uyğun hesablayıb düzgün dozada verilməsi tövsiyə edilir. Yoluxmamaq və xəstəliyi yüngül keçirmək üçün isə əsas şərt profilaktik və gigiyenik qaydalara əməl etməkdir. Biraz həssas dönəmdir. Ümumiyyətlə bu aylarda bir də mart ayı ərəfəsidir. Uşaqlar arasında çox olur belə xəstəliklər, yoluxma halları. Ona görə valideynlər də diqqətli olmalıdır. Əgər uşaqlarında hansısa bir səhhəti ilə bağlı problem yaşandığını hiss eləyirlərsə, məktəbə məlumat versinlər, uşaq dərsə getməsin, bağçaya məlumat versinlər, bağçaya göndərməsinlər. Çünki o uşaqla bərabər neçə uşaq da o bəlaya düçar ola bilir. Bu məqamlarda valideynlər də həssas yanaşmalıdır deyə düşünürəm. Eyni zamanda bir balaca uşağın temperaturu olan kimi o dəqiqə ya qızdırma salan dərman verirlər, ya da antibiotik filan. Həkimlər görürsünüz, deyir ki, imkan verin, bədən özü mübarizə aparsın, mümkün qədər. Yəni, demirəm, günlərlə. Amma uşaqdan uşağa dəyişir də. 37 temperaturda nə dərman verəsən? 37 nədir ki? O çox, əslində 37 o qədər böyük temperatur deyil, amma o qədər halsızlaşdırır ki, 37 5-ə qədər uşaqdan uşağa da dəyişir. Eləsi var ki, dözümlü olur. Heç məsələn, aktivliyini qorumağa çalışır. Eləsi də var ki, biraz belə yanından yel ötdü, başlayır. Bəzi valideynlərdə maarifsizlik var. Məsələn, bax, su vermirlər, dərman verir. Uşağın dilinə gün ərzində bir qurtum su dəymir, qaçır dərman tökür ağzına. Yəni,
primitiv şeylər var da, onları etmək mümkün. Çaydan çox suya öyrədin uşaqları. Əlbəttə ki.